بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين عبده ورسوله محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا وبعد Birinci salamlayıram hər kəsi Allahın salamı ilə sonra Allah Taala'nın evində cəm olmaq, yığışmaq, onu xatırlamaq böyük nemətdir. Və həqiqətən də dünya və onun içindəkilər insanı yorur. İnsan yalnız məsciddə salamatlıq tapır, məsciddə rahatlıq tapır. Və yeganə yerdir ki, orada icazə verilməyib, dünyadan danışılsın, dünya bəhs olunsun. Burada ancaq Allah, onun kitabı, zikir, namaz və buna səbəb olan şeylər hansılar ki, insanı ibadətə şövq edir. O şeylər icazə verilib, qalan heç nə icazə verilməyib. Ona görə insanın qəlbinin rahatçılığı da Rəbbi ilə olan ünsiyyətdədir. Və nə qədər uzaqdırsa o ünsiyyət, nə qədər yoxluğa, yəni sonsuzluğa, yoxluğa, yəni məruz qalıbsa o ünsiyyət artıq orada heç bir xeyir qalmayıb. Amma nə qədər ki var və mövcuddur və insan orada şirinliyi görür və o ünsiyyətin dadını bilir. Bu onun üçün dünya və içindəkilərdən daha xeyirlidir. Və insan onu məsciddən başqa heç yerə tapa bilməz. Və ya məsciddə tapdığı kimi heç yerə tapa bilməz. Ona görə nə yaxşı ki, Allah Taala bizdən bu neməti götürməyib. Bu nemət bizdədir, bizim əlimizdədir. Bu nemət bizimdir. Və bu nemət Allahdan istəyir ki, Allah Taala əlimizdən almasın. Və sonra biz öyrəndik ki, rıza, razılıq sifəti Allahın sabit olub Allahın kəlamında. Rıza Allahın sifətlərindəndir, yəni razılıq. Rıza Allahın feili sifətidir. Yəni Allah razı qalır. Yəni razı qalmaq Allahın sifətidir. Baxma, qul da razı qalır. Lakin onun razı qalmağı Allahın razı qalmağı kimi deyil. Allahın razı qalmağı başqa razı qalmaqlara bənzəməz. Başqa razı qalmaqlar da Allahın razılığına bənzəməz. Baxma ki, adlarda müştərəkik, lakin keyfiyyətlərdə eyni deyilik, müxtəlifik və Allah Taala onun mislində heç nə yoxdur. Nə adlarında, nə sifətlərində və Allah Taala möminlərdən razıdır. Allah Taala iman əhlindən razıdır. Ona görə kim istəyirsə Allah ondan razı olsun, gərək iman eləsin. İman Allahın razılığını cəlb eləyən səbəbdir. Necə küfür Allahın qəzəbini cəlb eləyən səbəbdir. Allah Taala pis sözdən razı deyil, pis əməldən razı deyil. Allah Taala pis davranışlardan, küfür sözlərdən heç birindən razı deyil. Allah Taala razıdır gözəl şeylərdən, yaxşı şeylərdən və razılıq Allahın sifətidir. Həmçinin Allahın sifətlərindən kuruh, yəni bəyənməmək, bu da Allahın sifətidir. Razıdır, həmçinin bəyənmir. Elə şeylər var ki, onu bəyənmir. Onu kərih görür. O şeyləri Allah sevmir, bəyənmir. Necə Allah Taala buyurur ki, "Velakin kerihallah." Lakin Allah Taala xoşlamadı. Yəni onlar ki, düz eləmədilər. Onlar ki, Allah və Rasuluna müxalif oldular. Allah onların əməllərini xoşlamadı. Və bu da Allah Taala'nın feili sifətlərindəndir. Və Allahın istəyinə bağlıdır. Allah istəyəndə xoşlayır, razı qalır. İstəməyəndə xoşlamır. Və küfrü, fasiqliyi, üsyanı xoşlamır. Və xoşlamır qulunda küfr görsün. Allah istəmir qulunda küfr görsün. Və necə istəyər ki, Rasullar göndərib, kitablar göndərib,
onlar küfrə düşməsin deyə. Yəni başı başına buraxmayıb Allah Teala. Əksinə peyğəmbərlər göndərib. Onlar zülmətdən nura dəvət eləsinlər deyənə kitablar indirir və bəyan üçün alimlər, Allah Teala alimlər yetişdirir bu ümmətdən. Necə necə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnəl kafirə izə buşşirə bi'əzəbillahi və saxati. Əgər kafir Allahın əzabı ilə, Allahın qəzəbi ilə müjdələnərsə, kərihə liqa Allah, Allahla görüşmək istəməz. Və kərihə Allahu liqa'ə, Allah da onunla görüşmək istəməz. Çünki başqa hədisdə gəlib ki, mən əhəbbə liqa Allah, əhəbbə Allahu liqa'əhu. Kim Allahla görüşmək istəsə, Allahla görüşməyi sevər, istəyər. Mən kərihə liqa Allah. Kim Allahla görüşmək istəməsə, kərihə Allahu liqa'ə. Allah da onunla görüşmək istəməz. Ona görə fikir versən, Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Müslimin rivayət etdiyi hədisdə ki, İnnəl kafirə izə buşşirə bi'əzəbillah və saxatihi, kafir Allahın əzabı ilə, qəzəbi ilə müjdələnərsə, kərihə liqa Allah. Allahla görüşmək istəməz. Və eynən Allah onunla görüşmək istəməz. Kərihə Allahu liqa'ə. Allah da onunla görüşmək istəməz və kərih görmək bir şeyi Allahın sifətlərindəndir. Lakin leysə kəmitlihi şey, onun içində heç nə yoxdur. Yəni kərik görmək məxluqatın kərik görməyi kimi deyil. Əksinə məxluqat keyfiyyətdə xaliqdən fərqlənir. Və alimlər sələf qədimdə icma ediblər Allah Teala'nın bu sifətində. Necə bundan qabaqki riza sifətində və necə bundan qabaqki sifətlərində. Hansı ki biz bəzilərini toxunduq və biz toxunacağıq necə onlar yaranıb, onlar necə inşa olub, onlar ki tatil ediblər Allahın sifətlərini, onlar necə çıxıblar, kim Allahın başçısı olub və xələl nədir? Xələl nədir onların azğınlığında? Onlar hamısı gələcək. Lakin biz hələ ki sifətlərə toxunuruq və onların mənasını ispat edirik və sələfin dediyi kimi, sələfin iqrar etdiyi kimi iqrar edirik. Və həmçə Allah Teala'nın sifətlərindən ruzi vermək. Allah Teala buyurur ki, İnnəllahu və razzaq dul quvvətil mətin. Allah razzaqdır və qüvvət, mətin bir qüvvət sahibidir. Və həmçə Allah Teala buyurur ki, ləyərzuqannəhumullah. Allah onları ruziləndirəcək. Rizqan həsənə, gözəl ruzi ilə. Və innəllaha ləhuvə xayrur raziqin. Allah, o ən gözəl ruzi verəndir. Və həmçə Allah Teala buyurur ki, fəqulu mimmə razaqakumullahu hələlən tayyibə. Yiyin Allahın sizə verdiyi halal və təmizlərdən və rizq Allah Teala'nın sifətidir. Adı isə razzaqdır və ya raziqdir. Rızq isə Allahın sifətidir. Allah Teala'nın sifətlərindəndir. Həmçinin feili sifətidir və həmçinin zatı sifətidir. Yəni Allah Teala zatında ruzi verəndir, raziqdir. Ruzi verəndir, lakin ruzi verir istəyəndə alır. Allah Teala istəyəndə ruzi vermir. Yarzuqu mən yeşə, istədiyinə ruzi verir. Yəbsutur rizqa, rızqını tutur. Daha doğrusu verir, açır. Yəbsutur rizqa və yaqdiru və tutur, vermir. Allah Teala ruzi verəndir, lakin feilinə bağlıdır, məşiyyətinə bağlıdır, istəyinə bağlıdır. Və sünnədə bunun iqrarı varid olub. Hansı ki bu sifətlər sünnədə də varid olub. Allah Teala'dan ruzi istəmək, onun razzaq olması. Peyğəmbər s.ə.v Rəbbimiz razzaqdır, Rəbbimiz ruzi verəndir, ruzini ondan istəyin və ruzini başqasından istəməyin və s. və ilə hansı ki bu barədə hədislər mütəvatir dərəcəsindədir. Və sonra bilmək lazımdır ki Allah Teala həmçinin Allah Teala ucalıq sifəti var, səmada olması.
Səmada olmaq da Allah Taala'nın sifətlərindəndir. Allah Taala səmadadır və ən ucadır və ən alidir. Ondan ali yoxdur. Ən ucadır, ondan uca yoxdur. Allahdan uca heç nə yoxdur. Və Abdullah ibn Amr ibn As radiyallahu anhu buyuruşu, Rasulullah sallallahu aleyhi ve sellem buyuruşu, Ar-Rahimuna yerhamuhumur Rahman, rəhm edənlər, Allah da onlara rəhm edəcək. İrhamu men fil ard, yerdəkilərə rəhm edin ki, yerhamukum men fis səma, səmadakı sizə rəhm etsin. Səmadakı yəni Allah, səma yəni ucada olan, səma bizim gördüyümüz buludlar mənasında deyil. Səma yəni uca, səma sözünün mənası uca deməkdir. Ən uca, ən ali və bir şeyin bitdiyi nöqtə, ən son. Allah üçün bu yoxdur. Allah Taala huvel-əvvəlu vəl-əxiru vəl-zahir vəl-batin. Allah əvvəldir, axırdır, zahirdir və batindir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu sifətləri qeyd etdiyi zaman Allahın bu adlarını, Allahumma entəl-əvvəl, Allahum sən əvvəlsən, leysə qabləkə şey, səndən əvvəl heç nə yoxdur. Allahumma entəl-əxir, Allahum sən axırsan, və leysə bə'dəkə şey, və səndən o tərəfə sonra heç nə yoxdur. Allahumma entəl-zahiru, Allahum sən zahirsən, ən üstəsən yəni. Ən üst, və leysə fəvqəkə şey, sənin fövqündə heç nə yoxdur. Allahumma entə batil, Allahumma entə batin, Allahum sən batinsən, yəni sən ən batinsən, və leysə dunəkə şey, səndən o tərəfə də yoxdur. Səndən də gizlin bir şey yoxdur. Yəni, Allah Taala səmadadır. Allah ən ucadadır və ondan uca yoxdur. Allah ən ucadadır və ondan uca yoxdur. Həmçinin Əbi Səid el-Xudri radiyallahu anh buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Ələ tə'mənunni və ənə əminu mən fissəmə. Məni özünüzə, mənə inanmırsınızmı və ya məni əmin saymırsınızmı? Mən səmada olanın əminiyəm. Yəni Allah Taala məni əmin seçib, yəni səmada olan məni əmin seçib. Nə ilə? Vəhy ilə. Vəhy mənə əmanət edib. Vəhy əmanətdir. Vəhy əmanətdir. Olmaz onu xəyanətlə çatdırasan insanlara. Ona görə onlar ki, Allahın adı və sifətlərini təhrif edirlər, yozurlar. Onlar vəhyi əminliklə çatdırmırlar. Onlar ki, Allahın muradından qeyri-muradla, Allahın istəyindən qeyri-istəyinlə yozurlar Allahın adlarını və sifətlərini və elə bir məna verirlər ki, hansı ki, o mənalar nə Quranda, nə sünnədə, nə də sələfin təqrirində varid olmayıb. Onlar əmin deyirlər bu vəhyin nəqlində, bu vəhyin çatdırılmasında, bu elmin insanlara ötürülməsində. Əksinə onlar bu fəsildə, bu babda xəyanət ediblər Allah və Rasuluna. Allah Rasulü sallallahu aleyhi ve sellem bu iş mən səmada olanın əminiyəm. Yəni, o mənə əmin götürüb, o mənə vəhyi əmanət edib. Və Cebrail əmin idi. Ruhun əmin, əmin ruhuydu. Allah Teala ona, o da Muhammed sallallahu aleyhi ve sellemə bu əmanəti gətirdi, çıxartdı və heç bir batil onun nə sağından, nə solundan, nə önündən, nə arxasından daxil ola bilməzdi ona. Çünki Allah Teala onu öz hifsi ilə qoydu. Allah Teala buyur ki, İnnə nəhnu nəzzəlnə zikra, zikri biz nazil etdik və innə ləhu ləhafizun, onu biz qoruyacağıq. Orada zikr deyiləndə, Quran da orada daxildir. Baxma ki, Quran tək demək deyil o. Orada sünnə də var, orada din var. Umumən Allah Teala biz bu dini nazil etdik və bunu qoruyacaq mənasındadır o. Lakin Quran da onun içində gedir. Və həmçinin Muaviyyə radiyallahu anhu İbn-i Hakem Es-Sülemi buyurur ki, kənət li cariyə, mənim bir cariyəm vardı. Tər'a qanəmən li qibələ Uhudin və cəvvaniyyə. Mənim bir cariyəm var idi. O Uhud dağının yanında mənim qoyunlarımı otarardı və cariyə qız idi. Və bir gün gəldim onun yanına və gördüm ki, bir quzumu və bir heyvanın birini canavar yiyib. Və mən də bir insan övladı kimi, insan övladıyam. İnsanlar təəssüflənən kimi, mən də təəssüflənirəm. Yəni, mən də malımın itdiyinə, mən də malımın getdiyinə görə təəssüf hissi keçirəm. Və bu görsənir ki, insan dünya malını itirəndə bəzi qardaşlar deyir ki, əşi, dünyadır, hələ deyil, indi dünyadır. Amma adam əziyyət çəkib qazanıb, adam tər töküb, adam yəni, heç olmasa, deyirəm qardaş, Allah daha xeyirlisin, Allah daha gözəlini nəsib etsin. Dünyada nə çox şey deyirsən. Hələ demək olmaz, çünki o neymətə küfrə apara bilər. Yəni, hər şeyi kiçik görəsən, əşi, dünya malıdır, dünya malı olsa da
Adam əgər əziyyətlə qazanıb, əgər çətinliklə qazanıb, əldə edibsə, sonra onu birdən-birə itirərsə, canavar gəlib yeyərsə, indi bu canavardır. O qədər canavarlar var ki. O birisi canavarlar daha təhlükəlidir. Gəlib alarsa insanın malını, apararsa, insana zərər vurarsa, ona demək olmaz. Niyə böyle dünya malıdır, eybi yox. Bəli, təsəlli vermək olar məqamında ki, dünya malıdır, çox yəni özünü yorma, yəni qəlbini yorma, amma bu tərəfdən yanaşmaq ki, yəni təəssüflən, yəni heç nə, yəni sevin yox elə deyə bilməz o. Mütləq təəssüflənməlidir, mütləq kədərlənməlidir. Və Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlir, deyir ki, mən də Adəm övladından bir Adəm övladıyam. Mən də əsəfu kəmə yəsəfun. Mən də təəssüf hissləri keçirdirəm və yəni pis oluram. Necə insanlar pis olur? Lakinnəni sakaktuhə sakkə. Lakin vurdum onu. Yəni qəzəbləndim, vurdum. Bu artıqdır. Bu artıqdır çünki peşmançılıq yeri buradadır. Yəni təəssüflənməyi eyib deyil. Amma artıq ona görə zərbə bu artıq və cariyəni qız olub. Yəni bir balaca qızı vurub. Və əteytu Rasulullah sallallahu aleyhi ve sellem. Allah Rasulun yanına gəldi. Və buyurur ki, fəazzamə zəlikə aleyyə. Bu əməlim mənə çox böyükdür. Yəni çox böyük bir pis bir şey etdiyimi yəni sanki mənə deyirdi. Yəni azzam, əzəmətləşdirdi mənim əməlimi. Elə bildim, yəni istənəməmişəm. İndi boynumu götürüb, mən də bu yaxşı baxmayıb, yəni vurmuşam bunu. Və deyirəm, insan övladı ki, mən də insan övladı. Yəni istənirəm, qəzəblənirəm. Allah ki, Rasulullah sallallahu aleyhi ve sellem bu şeyi yəni ağır bir məsələ kimi, yəni onu vurmağı. Amma mala təəssüflənmək falan, yəni qədərlə məşifər, Allahın qədəridir. İstədiyini eləyər, insan keçirdə bilər təəssüf hissi. Qultu ya Rasulullah, əfələ utiquhə. Yəni kəffara olaraq onu vurduğuma görə onu boş bıraxım, yəni artıq onu azad eləyim. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, onu gətir mənim yanıma. Gətirdim onu Allah Rasulü sallallahu aleyhi ve sellemin yanına, dedi ki, Allah Rasulü ona, Allah hardadır, eyn Allah. Çoxları qorxur bu sualdan. Eyn Allah, Allah hardadır? Qalət fissəmə. Dedi, səmadadır. Qultu. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, dedim, mən ənə, mən kiməm? Qalət. Dedi ki, əntə Rasulullah. Sən Allah Rasulusan. Qalət. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ətiqhə. Onu azad elə. Fə innəhə müminə. O mümin qadındır. Axracəhə Müslim rəvayət edib hədisi. Bəziləri bu hədisi Müslim rəvayət edib. Hədis səhihdir. Yəni Əbu Davudda olsaydı, yəni bir Məcdə, Nəsaidə olsaydı, yəni deyərdiniz ki, bəli ki, amma Müslim səhihdir. Ümmət ittifaq edib Müslimin səhih kitab kimi qəbul olmasında ümmət ittifaq edib. Buxari və Müslim. Və fikir verin, hücum Buxari və Müslimədir. Buxari və Müslimi də darlaşdırsaq, hücum Buxariyədir. Hücum Buxariyədir. Ne üçün hücum Qur'ana deyil, sünnəyədir? Ne üçün Qur'anı insanlardan almaq istəyənlər, özlərinə Qur'anı deyib hədis inkarçısı olanlar, onlar həqiqətdə Qur'anı inkar edirlər. Lakin niyə Qur'andan gəlmirlər? İzah edəni vururlar. İzah olunanı saxlayırlar. Çünki izah olan yoxdursa heç bir faydası yoxdur. O mənada ki, insanların onu başa düşüb, oradan hökmlər çıxardıb, əhkamlar çıxardıb, aydın tabiçilik göstərib bu kitabın əmrlərinə və qadağalarına, hökmlərinə və əhkamlarına əməl edib, hətta sona ömürlərini bitirənə qədər bəs eləmir onlara. Bu cür, bunlar deyən kimi. Hər şeydən bir şey çıxır. Amma sünnə olanda bəs edir. Sünnə olanda necə deyib Peyğəmbər sallallahu aleyhi ve sellem, necə deyib sahabələr, bununla bitirə bilirik. Onlar da şərh olunanı, Quranı saxlayırlar, şərhi vururlar. Əslində o elə şərh olunanı, nazil olanı, Quranı vurmaq deməkdir. Çünki Quran insanların əlinə belə keçdisə, yəni oxu və sən, başa düş, oxu və sən, nə mənası var o Quranın? Əgər hamı başa düşəcəksə nə mənası var? Və qəribə nədir? O adamlar deyir ki, mənim təfsirim, məsəl üçün ayəni şərh edir və özü eləyir.
hardan təfsir edirsən? Məsələn, ərəbcədən oradan götürür, buradan götürür, şərh edir. Yaxşı, yenə də qaldıq kiminsə izahına möhtac. Kiminsə izahına, yəni sən deməsən də mən, amma sən özünü deyirsən. Yəni gəlin mənim izahıma. Öyle ondandırsa, sənin izahındansa İbn Abbasın izahı daha yaxşıdır. Sənin izahındansa İbn Məsud daha yaxşıdır. Sənin izahındansa Əli radiyallahu anh yaxşıdır. Sənin niyə izahın ki? Yəni yaxşı. Madam ki izah olmalıdır. İzah eləyəndə bu dəqiqə sənsən. Yəni sən insanları sünnədən çəkindirirsən, sünnə verdiyi izaha, sahabə verdiyi izaha deyil, öz verdiyin izaha, ay cəmaat, Quran beləymiş deyirsən, yaxşı, yəni sən də bir izaha dəvət edirsən də, yoxsa deyirsən insanlar gedin Quran oxuyun, kim necə başa düşür, əməl etsin, elə də demirsən. Sən deyirsən, mən necə başa düşürəm, o haqq İslamdır. Yəni yenə də çıxdıq şərhə. Onda sənin şərhindəndirsə, vallahi İbn Abbas, İbn Məsud, Əbu Səid el-Xudri, Zeyd ibn Səbit və başqa sahabələr və onlardan sonra gələnlər və sağ tabinlər və ətbalar və hətta bu günümüzə qədər alimlər 1000 dəfə yox, 1000 dəfə azdır. Daha çox xeyirlidir. Ona görə bəzi alimlər kərik görürlər, deyəsən 1000 şükür. Yəni 1000 azdır da. 1000 şükür, yəni 1000 şükür, yəni 1000 dənə şükür, yəni 1000 yox. Elhamdülillah yəni. Allah bilir. Sonsuz şükür. 1000 şükür artıq ki, sanki deyirsən ki 1000 olmaz. Siz də elə demək istəmirsən, lakin alimlər deyir ki 1000 şükür və ya belə demək, yəni şükür etməyəndən yaxşıdır, amma sonsuz deyirsən daha yaxşıdır. İmam Sabuni rahimehullah Əbu Osman hicrətin 400-cü ildə yaşayıb, vəfat edib 400-cü ildə. Əqidə, Sələf əqidəsi adlı kitab yazır və sahabələrin hədis əhlinin kitabı və orada gətirib ki, Şafi rahimehullah bu hədisi dəlil gətirib. Allahın səmada olmasını. Şafi rahimehullah bu hədisi gətirib Allahın səmada olmasına və ərşin üzərində olmasına. Necə əhl-i sünnə və cəmaa sələflər bunu belə görərdilər. İmam Sabuni rahimehullah Əqidə-s Sələf və Ashab-ül Hədis kitabında 188-ci hədisdə istəyirsən bax. Ən Cabir radiyallahu anh, Cabir radiyallahu anh buyurur ki, İbn Abdullah, Allah Nəbisi sallallahu aleyhi və səlləm minbərdəydi. Dedi ki, وَقَدْ تَرَقْتُ ف۪يكُمْ مَا لَمْ تَضِلُّ بَعْدَهُ اِنِ تَسَاتُمْ بِهِ. Mən sizin üçün elə bir şey tərk edirəm ki, məndən sonra ondan möhkəm yapışsanız azmarsınız. Kitabullah, Allahın kitabı. Və entum tus'əlun anni. Və həmçinin məndən də soruşulacaqsınız. Fəmə entum qailun. Nə deyəcəksiniz onda? Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ümməti ilə vidalaşır. Vida həccində. Və vida həccindən qabaq Peyğəmbər sallallahu aleyhi ve sellem artıq ölümünə yaxın günlərdə belə danışırdı. Bu cür ifadələr işlədirdi. Mən öləndən sonra və ya məndən sonra sizə elə bir şey tərk edəcəm ki, onu möhkəm tutsanız azmayacaqsınız. Amma mən barədə də soruşulacaqsınız. Nə deyəcəksiniz Allaha? Yəni, mən barədə soruşulsaz nə deyəcəksiniz? Dedilər ki, qalu nəşhədu ennəkə qad bəlləqtə və əddəytə və nasəhtə. Deyəcək ki, sən təbliğatı etdin, əmanəti əda etdin və ümmətə haqqı ilə nəsiyyət etdin. Və qalə bi ismi'ihi səbbəbə. Buna ərəblər səbbəbə deyir, bu barmağa. Səbbə söymək deməkdir ərəblərdə. Söyəndə bu barmaqlarını edirlər, ona görə bu barmaq səbbəbə. Amma Rasulullah sallallahu aleyhi və səlləmə nisbət olunanda bu barmaq, ona deyirlər səbbəhə. Yəni, Allah təsbih edən bu barmaq. Yəni, Allah Rasulundan qeyrisinə deyirsən, hədihi səbbəbəti. Bu mənim səbbəbə barmağımdır. Amma Allah Rasuluna deyirsən, rəfəə, məsəl üçün, səbbətəhu, səbbəhətəhu, Allah təsbih etdiyi barmağını, səbbəhətəhu, ona demirsən səbbətəhu, yəni, bu söydüyü barmaq. Allah Rasulü s.ə.v heç kimi söyməzdi, heç kimi təkrar eləməzdi, heç kimə artıq heç nə deməzdi. Və Peyğəmbər s.ə.v Allahı təsbih etdiyi barmağını göyə qaldırdı, yərfəuhə ilə səmə, səmaya onu qaldırdı,
thumma yankutuha ilen-nas, sonra insanlara tərəf, yəni qaldırdı səmaya, sonra belə. Yəni demək istəyir ki, Allahım şahid ol. Allahım şahid ol. Göyə Allahım şahid ol. Allah səmadadır. Allah səmadadır. Peyğəmbər sallallahu əleyhi və səlləm tətbiqi və feili göstərib sahabələrinə. Tətbiqi ki, Allah səmadadır. Deyib, mən sizə özümdən sonra elə şey tərk edirəm ki, ondan yapışsanız azmarsınız. İşte Allahın kitabı. Amma mənim barədə soruşulacaqsınız qiyamət günü. Yəni mən neynəmişəm? Sizə çatdırmışammı? Təbliğ etmişəmmi? Yoxsa başına mı buraxmışam sizi? Dedilər, ey Allah Rasulullah, artıq sən bizə nəsiyyət etdin, əmanəti əda etdin və şahidik biz buna. Təbliğatı apardın. Və o zaman parmağını qaldırdı bir və Allahümmə şəhəd. Sonra onlara 3 dəfə. Necə hədisi Müslim rəvayət edir. Onlar demirlər Allah, belə eləmirlər. Onların şeyxləri bu hədisləri bəziləri fitrətindən, belələri var ki, onların elm adamları danışanda bəziləri fitrətindən səma deyəndə tez əlin belə yığışdırır. İndi fitrətən insan səma deyəndə əlin qaldırır göyə axı. Əlin göyə gedir, məsələn, səma, Allah səma belə deyir. Yəni səma, bunlar deyir ki, yəni rütbəsi üstündür Allahın. Özü yox. Rütbəsi üstündür. Hətta bir dəfə bir yerdə mənə saxlamışdılar. Soruşdular ki, Allah hardadır? Dedim, Allah səmadadır. Dedim, yaxşı, sən nə deyirsən, haradadır Allah? Dedi ki, onun yeri yoxdur. Məkanı yoxdur. Dedim, dəlil haradadır bəs? Bunu hardan deyirsən? Dinlə bilə belə deyirlər. Dedi, bəs sən hardan deyirsən? Dedim, Taha surəsi 5-ci ayə. Rəhman hər şey yüksəldi. Elhamdülillah. 7 dənə deyil ayə. Hələ o birislərdən danışmıram, yoxsa bir saatda burada olacaq. Ona görə Allahın səmada olması, biz ona etiqad edirik. Ona görə Allahın səmada olması açıq aydın dəlillərlədir. Həm Quranda, həm sünnədə. Həm Quranda, həm sünnədə. Və bu hədis dəlildir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem ucalıq cihətinə tərəf əlini uzatdı, barmağı ilə işarə etdi və insanlara tərəfsi aşağı elədi. Çünki minbərdə insanlar onun ayaqlarının, qədəmlərinin aşağı hissəsində idilər. O isə onlardan hündür idi. Dedi, Allahümmə şəhəd. Allahümmə şəhəd. Və sahabələr deyir ki, Peyğəmbər s.ə.v barmağı ilə yuxarı elədi. Onlar ki, deyir ki, siz deyəndə Allah səmadadır, istiqamət verirsiniz, cihət verirsiniz. Mən cihət vermirəm, sadəcə olaraq səma bilinir də yuxarıdır. Yəni, fəlsəfə nəyə lazımdır? Yuxarı, sağ, sol, nə bilim. O nəyə lazımdır? Haradasansa, Allah o yuxarıdır, göydədir. Ona görə Şeyxülislam İbn Teymiyyə rəhmətullah aleyhi, səhv eləmirəmsə, ona deyirlər ki, o deyir ki, insan fitrəti ilə də bilir ki, Allah onun başının üstündədir, yəni ucadadır. Deyirlər, necə? Deyir, səni ayaqlarından tutsaq, yəni ayaqların göydə olsa, başında yerdə, desəm ki, sənə səma hardadır, deyərsən başımın üstündə. Demərsən ayağımın altında. Yəni fitrətən insan, deməz. Təbii ki, bu dəqiqəki halığa görə yox. Bu dəqiqə götürəndə, sən səhv dayanmısan yəni. Düz deyərsən, səma üzərimizdədir. Səma insanların üzərindədir. Üzərimiz haradır? Belə üzərimizdədir. Allah hardadır? Allah ərşin üzərində. Ərş hardadır? Ən ali məxluqdur. Ən uca məxluqdur. Necədir? Allah özü bilir. Mən nə bilim? Tapsan mənə də gəldinə. Mən bilmirəm. Amma bilirəm Allah ərşin üzərindədir. Hardan bilirəm? Öz kitabında özü deyib, özü xəbər verib. Allah xəbər verməsəydi deməzdik. Və həmçinin bu hədisdə ispat var ki, bəli, bu hədisdə ispat var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vəhyə xəyanət eləməyib. Vəhyə xəyanət eləməyib. Çünki soruşdu sahabələrdən. Dedi ki, mənim barədə Allah sizdən soruşsa nə deyəcəksiniz? Onlar da dedilər ki, sən çatdırdın, əda etdin və nəsiyyət etdin bizə.
Və sonra həmçinin Allah Taala'nın əli var, qardaşlar. Əl Allah Taala'nın sifətlərindəndir. Lakin özünə layiq şəkildə Abdullah ibn Məsud radiyallahu anh buyurur. Necə hədisi Buxari və Müslim rivayet edir. جاء حبر من اليهود إلى رسول الله صلى الله عليه وسلم فقال إنه إذا كان يوم القيامة جعل الله السماوات على إصبع والأراضين على إصبع والجبال والشجر على إصبع والماء والثرى على إصبع والخلائق كلها على إصبع ثم يهزهن ثم يقول أنا الملك وأنا الملك. Bir Yahudi gəldi alimlərindən biri dedi, ey Muhammed, əgər qiyamət günü, hədis Müslimdə və Buxarıda və Müslimdədir, deyər Allah Teala qiyamət günü səmaları bir barmağında, yerləri bir barmağında, dağları, ağacları bir barmağında, suyu və torpağı bir barmağında və bütün məxluqatı isə bir barmağında götürüb, sonra onları sirkələyib, ənəl məlik və ənəl məlik, məlik mənəm deyəcək. وَلَقَدْ رَأَيْتُ رَسُولَ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وسلم ضَحِكَ حَتَّى بَدَتْ نَوَاجِذُهُ تَعَجُّبًا لَهُ وَتَصْدِيقًا لَهُ. İbn Məsud radiyallahu buyurur ki, Allah Resulü sallallahu aleyhi ve selləmi gördüm ki, o elə deyəndə belə gülür. Hətta dişləri görsəndi, kəsici dişləri görsəndi. Sallallahu aleyhi ve selləmin çox az hallarda Peyğəmbər sallallahu aleyhi ve sellem təbəssüm, yəni gülərdi. Və buyurur ki, təsdiq elədi onun sözünü. İbn Məsud deyir, təsdiq elədi. O vəhyi görən, o hadisəni görən, çıxır sonra gələnlər deyir ki, yox, orada məna birisi. Mənanı dedi də. Abdullah İbn Məsud dedi də mənalı. Sən niyə başqa məna axtar? Yox, İbn Məsud dedi də mənanı. İbn Məsud deyir ki, gəldi, Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi. Peyğəmbər sallallahu aleyhi ve sellem onun sözünü təsdiqləyən halda qəbul elədi. Təsdiqləyən halda, yəni Yahudi deyənə hər şey səhv demir ki, Yahudilərin də onların da kitablarında var idi, onların da kitablarında haqq var idi. Yəni qalmışdı təhrifdən. Təbii ki, Tevrat haqq kitabdır. Lakin təhrifdən nə qalmışdı o? Və buyurur ki, ثُمَّ قَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem dedi, yəni başladı ayı oxumağa. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِ. Allah haqqı ilə dəyərləndirmədilər. وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّةٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى مَا يُشْرِكُونَ. Allah Teala buyurur ki, Allah haqqı ilə dəyərləndirmədilər. Yer onun ovucunda olacaq. Yahudinin bu sözündən sonra yer onun ovucunda olacaq, səmalar isə sağ əlinə büküləcək. Allah sizin şirk qoşduqlarınızdan uzaqdır. Və Ənəs radiyallahu anh buyurur ki, Kən Rasulullah sallallahu aleyhi ve sellem yuktiru en yaqul. Allah Resulü sallallahu aleyhi ve sellem bu duanı çox deyərdi. Allahümme səbbit qalbi alə dinik. Allahım qəlbimi dinin üzərində sabit elə. Və qalə ləhu bə'du ashabihi. Bəzi sahabələr dedilər, ya Rasulullah, ətəxafu aleyna və qad əmənnə bik. Biz sənə inandığımız halda hələ bizə qorxursan, hələ bizim üçün qorxursan, və saddaqna bi məcid və sənin gətirdiyi, təsdiqlədiyimiz halda yenə bizim üçün qorxursan. Qalə nə'am, dedi ki, bəli, innə qulubə beynə isbi'ini min asabi'ir rəhmən. Həqiqətən də qəlblər Allahın barmaqlarından ikisinin arasındadır. Yuqallibuhə, onu çevirir. Və qalə Rasulullah s.ə.v. kədə və əşara bi isbi'ihi. Peyğəmbər s.ə.v. belə elədi və barmağı ilə göstərdi o hadisəni. Təşbih yoxdur, bənzətmə yoxdur. Düzdür, bu barədə alimlər ixtilaf ediblər, yəni işarə eləmək olar mı, olmaz mı? Məsələn, Allah görəndir və eşidəndir. Bəzi alimlər deyib eləməyin, lakin əlimizdə dəlillər var. Biz deməklə belə isə kəmitli şey bilirik, onun tabi bərabəri yoxdur bilirik, lakin insanlara göstərmək o şeyi. Necə Ənəs radiyallahu anh gördü onu. Dedi, Peyğəmbər sallallahu aleyhi ve sellem barmağı ilə belə elədi. Yəni, iki barmağın arasındadır, istədiyi kimi çevirir. Və İbn Məsud radiyallahu anh. Və həmçinin Abdullah ibn Amr ibn al-As radiyallahu anh dedi ki, Ənəhu səmiyə Rasulullah sallallahu aleyhi ve sellem yəqul. O eşitdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyir.
Hədisi Müslim rivayet edir. İnne qulube bəni Ədəm kulluha beynə isbi'in min asabi'ir Rahman. Qulların, Adəm övladının hamısının qəlbi Allah Taala'nın barmaqlarından iki barmaq arasındadır. İki barmağı yox da. Barmaqlarından iki barmağı. Necə? Özü bilir. Allah bilir. Nə deyib onu deyirik. Nə deyib onu təsdiqləyirik. Əlavə heç demirik. Naqisləşdirmirik də. Demirik barmaq yox, orada necə deyib Allah? Biz də elə deyirik. Necə deyib Rasulullah sallallahu aleyhi ve sellem biz də elə deyirik. Keyfiyyətə varmırıq. Təhrif edib başqa məna vermirik. İnkar eləmirik. İman edirik. Yəni belə şərtlər hansı ki Əhl-i-Sünnə və Cemaat deyib və deyir ki kəqəlbin vahid. Bir qəlb kimidir. Bütün Adəm övladının qəlbi Rəhmanın barmaqlarına iki barmağın arasında bir qəlb kimidir. Yusarrifuhu heythu yəşə. İstədiyi kimi onu yönəldir. Thumma qalə Rasulullah sallallahu aleyhi ve sellem. Sonra Allah Resulü buyurdu ki Allahumma sarrif qulub. Allahım qəlblərimizi yəni sarrif qulubana ala ta'atik. Qəlblərimizi itaətində yönəlt. Və Muaz radiyallahu anh hədis Müslim dedi. Nə deyirsən isbi'? İsbi' nədir? İsbi' ərəbcə nədir? İsbi' barmaq. Yox, yəni onlara deyirəm qulaqsan. Nə deyirsən isbi'? İsbi' barmaqdır. Yəni Allaha olmaz. Təzələri deyir ki, yox Allah olmaz. Mufavvidə var, təzə deyirlər əslində. Onlar ki, qədimdə də var idilər. Lakin bizdə təzə çıxıblar Həmbəli adı ilə. Deyir isbi', amma mənasını bilmirik. Məsələn, deyirəm bu nədir? Məndə. Deyir isbi', barmaq. Yaxşı deyirəm, bəs əsabi'ir Rahman, Rahman, o mənasını bilmirəm. Bu mənasını bilmirəm, o mənasını. Deyirəm, ənə basir, mən görürəm. Allah basir, deyir, onu bilmirəm. Basir da görən, keyfiyyəti bilmirik. Bunlar mənanı da deyirlər bəzilər. Deyirlər, mənanı da bilmirik. Deyir, Allah basir. Basir nə deməkdir? Bilmirəm. Allah basir. Ona görə alimlər deyir ki, əgər Allah Taala'nın sifətlərinin mənası yoxdursa, qulun ibadətinin mənası yoxdur. Allahın rıza sifəti var, bayaq keçdi. Allah razı qalır. Mənası yoxdursa, mən nə bilim, razı qalmaq nə deməkdir? Mən niyə əməl edirəm? Qəzəbin də mənasını bilmirəmsə, Allaha nisbətdə, mən qəzəb onda başqa şeydir. Bu nə əqidədir? Onlar deyirlər ki, güya onlar təvil etmirlər, yəni yozmurlar, mufavviddirlər. Yəni Allaha həvalə ediblər. Nəyi? Mənanı. Əhl-i-Sünnə keyfiyyəti. Biz dedik ki, keyfiyyəti Allah'dır. Mənası bilir. Allah Teala bizim başa düşdüyümüz dildə nazil edib. Bilirsən Ərəbi mübin. İnsanlar üçün açıq aydın olan ərəb dilində. Amma demək ki, yox, düzgün deyil. Və Muaz radiyallahu anh buyur ki, radiyallahu anh buyur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün səhər gecişdi namaza. Hətta günəşin çıxmağına az qalmışdı. Görürsəndir ki, günəş çıxacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi və namaz qıldı bizə. Və sonra dedi ki, məni həbs elədi bir yuxu. Hansı ki, yuxuda öz Rəbbin görməyini danışır. Və yəni Rəbbinin yuxuda görməyini danışır. Və dedi ki, Rəbbim mənə dedi ki, ey Muhammed, Adəm övladı və ya yuxarıda olanlar, üzərdə olanlar, yəni çalışanlar nə üçün çalışırlar? Nə üçün bir-birlərinlə yarışırlar? Dedim, cəmaat üçün, cəmaatla məscidə getməyə, məscidlərdə oturmağa, gözəl dəstəmaz almağa. Sonra dedi ki, bəs daha nədə? Dedi ki, yemək verməkdə, gözəl, sakit söz danışmaqda, gecə namazı qılmaqda, insanlar yatanda və Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, sən istə, qulilləhumma inni əsəluka feyləl xeyrat. Dedi ki, Allahım, mən sənə bütün xeyir feilləri, xeyr əməlləri etməyi istəyirəm. Və tərqam münkerat və münkər şeyləri tərk eləməyi istəyirəm səndən. Və hubbəl məsəkin və kasıbları sevməyi səndən istəyirəm. Və təğfirəli və tərhəməni, məni bağışlayasan, mənə rəhm eləyəsən. Və idə araddə fitnətən fi qovmin fətəvəffəni qeyrə məftun. Əgər bir qövmə bir fitnə istəsən, Allahım, yəni məni o fitnəyə salmamışdan qabaq o qövmin içində yaşatma. Yəni öldür məni. Yəni bu yəni ölüm istəmək deyil. Sadəcə fitnədirsə, Allah məni fitnədirsə məni yaşatma.
Necə? Əbu Hureyra radiyallahu anh dedi ki, Allahım hicrətin 60-cı ilindən sonra yaşamaq istəmirəm, ölmək istəyirəm. Hicrətin 60-cı ildə ölür. Çünki Yezid gələcəkdi. Ona görə. Əbu Hureyra deyir ki, elə hədislər bilirəm ki, desəm, məni kəsərlər. Yezid barədə. Yezid qəddar idi. Bəli. Biz Yezidin sevgisini Allah'a yaxınlaşmırıq. Yezid sahabə deyil. Yezid tabeyindir. Yeziddən xeyir tabeyinlər var. Sadəcə Yezidə qarşı zülm də çoxdur. Yəni içən idi, əyyaş idi, nə bilim, nə idi. Onlar hamısı iftiradır. Hüseyni öldürüb. Bunlar iftiradır. Amma yəni belə salih bir adam da olmayıb yəni. Yəni beynə-beynəmiz idilər ortada. Bəli. Əbu Hureyra radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu əleyhi deyir ki, "Mə təsəddaqa əhədun bi sədaqətin minət-tayyib, illə yəqbəlullahu illə və la yəqbəlullahu illə tayyib." Kim bir gözəl bir şeyi sədəqə verərsə, Allah Teala o gözəl şeyi qəbul edər, çünki Allah gözəldən başqa heç nəyi qəbul etmir. İllə əxədəhər rəhmən biyeminihi. Allah onu sağ əli ilə alar. Və in kânət təmrətən, hətta bir dənə xurma olsa belə, fətərbu fi kəffir rəhmən. Rəhmənin ovucunda böyüyər o. Sonra buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hətta təkuna a'zam minəl cibal. Hətta dağdan da böyük olar o xurma. Hədisi Müslim rivayəti. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizlərdən biri necə heyvanın balasını tərbiyə edib, böyüyür, baxırsan. Sonra heyvanın balaca məsələsində surəti varsa və ya o heyvanın balaca mislində varsa, sorursan, bu da bu boyda olur. Necə elə böyüyər? Yəni Allah da öz ovucunda böyüdər o sədəqəni. Və Peyğəmbər sallallahu əleyhi və səlləm biz inanırıq Allah Taala'nın ovucu var. Niyə inanırıq? Peyğəmbər sallallahu əleyhi və səlləm. Necə də ovucu özü bilər. Ovucu dağ boyda, bütün yerlər onun ovucunda olacaqsa Allah bilir o necədir. Allah bilir, təsəvvür olunmaz. Lakin var. Biz onu təsəvvür eləyə bilmirik deyənlər yoxdur. Ne üçün fəlsəfə əhli inkar edib onları? Niyə? Fəlsəfə əhli deyir ki, İslam, onlar ne için inkar edirlər? Onlar deyir ki, İslam insanın ağlının qaldıra bilməyəcək şeyləri deyib. Ona görə də, yəni, bu nədir? İnkar. Əhl-i sünnə vəl cəmaət deyib ki, İslam insanın ağlını qaldıracaq şeyləri deyib. Lakin İslam insanın ağlını heyrətə salan şeyləri deyib. Elə şeylərdir ki, adam ağlı heyrətə gəlir, amma inanır. Amma heyrətə gəlir, görəsən, necə olub bu? Aydındır, ona görə məsələn, Əbu Bakr radiyallahu anhu, həmişə o çəkirik o misalı, İsra Mirac hadisəsinin ona ərz olunduğu zaman, Əbu Bakra dedilər ki, sənin dostun deyir ki, biz 5 aya, 6 aya, 3 aya, 4 aya getdiyimiz yolu bu bir gecəyə gedib gəlib. Təbii ki, Əbu Bakrın özü də elə gedib gəlib ora. İndi burada məsələ odur ki, ağlı. Doğrudan da insanın ağlını qəbul edəmədiyi şeydir də. Yox, ağlı qəbul edir. Ağlı sadəcə heyrət içindədir ki, necə oldu Allah bu elədir. Ona görə Əbu Bakr radiyallahu anh deyir ki, kişi siz mən bundan nə gətirirsiniz? Mən inanıram ki, hər gün göydən xəbər gəlir. Yəni, mən özüm də belə fərqində deyiləm, yəni necə? Lakin mən ona inanmışam. Hər gün göydən ona xəbər gəlir. Yəni, hər gün göydən 7 qat səmada, hansı ki 1-ci qat səmaya çata bilmirlər, 21-ci əsrdir. 7 qat səmada hər gün xəbər gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmə. Yəni, bu Məkkədən Qüdsə getməkdən çox çətindir. Məsafə cəhətində, həm də fiziki, həmçinin, aqli və s. Lakin Əbu Bakr radiyallahu anh nə ilə olacaq? İman. Dedi ki, o deyirsə doğru deyir. Mənim ağlım bunu kəsir. Lakin necə olduğu hadisə? Bir Allah bildi, bir Muhammed bildi, bir də Cibril. Gəldi, götürdü, apardı. Nətər, hansı surətdə getdilər, nətər surətdə getdilər, nətər burada ona çatdılar. Hətta bəzi rivayətdə gəlib ki, qayıdıb gəldi, yeri istiydi. Yəni, hələ adam duranda yeri isti qalır, hələ soymamışdı. Bəzi rivayətlərdə gəlib.
Allah bilir, yəni o surəti verən də Allahdır. O hər şey Allahın əlindədir. Ağlımız sadəcə heyrət içində. Subhanallah, necə eləyir bunu? Yoxsa biz demirik bizim ağlımız kəsmir İslamın bəzi xəbərlərini, Rasulun bəzi xəbərlərini, Quranın bəzi xəbərlərini. Mənim ağlım kəsmir. Sən ağlın bəyin meyyar zaddır. Sən ağlın tabi olandır. Sən ağlın meyyar deyil ki, sən ağlıma gələk ki, qardaş. Ağlın kəsirsə qəbul edək. Kəsmirsə sən gedəniyə görə neyinirik? Sən ağlın tabi olandır. Sən ağlın əmr olunun kitabı olsun. Qəribə nədir bugün insanlar ağıllarını edirlər meyara. Qardaş, mən necə qəbul edeyim? Bəzi çıxır. Mən necə qəbul edeyim bu hədisi ki, belə deyirlər. Ne için? Çünki yanaşma tərzi düzgün deyil. O öz ağlını hüccət eləyib, meyyar eləyib nəyin qabağında? Dinin və dinin verdiyi xəbərlər var. Əksinə təslimiyyət olmalı. Bəli. Və həmçinin, yəni həmçə ovuc da Allah Taala'nın sifətlərindən biridir. Necə başqa sifətləri. Lakin burada məqsəd bənzətmək deyil. Məqsəd bənzətmək deyil. Məqsəd deyirsən, belə bax ovucu var, burada xəttlər gedir, nə bilim, belə sən. Sənin ovuzun deyil, sən Rəbbinin ovucudur. Necə sənin rəhmətin onun rəhməti deyil, necə sənin görməyin onun deyil, necə sənin elmin onun elmi deyil, necə sənin hikmətin onun hikməti deyil, bu ovucun da ovucu deyil. Yəni, niyə bunda fərqləndirə bilirsən, bunda fərqləndirə bilirsən? Çünki ovucuna baxırsan. Ovucuna baxın. Aydındır, lakin biz bilirik ovuc nə deməkdir. Biz bilirik ovuc sözünün mənası nədir. Amma Rəbbimizdə necədir o? Allah bilir. Amma mənasını bilirik. Biz demirik, mənasını bilmirik. İki tayfa var. Bir tayfa təvil eləyir, yozur. Deyir, əl yəni rəhmət, hikmət, qüdrət. Hikmət isə xata olur. Qüvvət və qüdrət mənasında və neymət mənasında. Allahın neyməti ilə yaratdı. Yəni, əli ilə, yəni qüdrəti ilə. Belə deyirlər. Bir tayfa deyir ki, yox, o təvil də səhvdir. Əl, yəd. Amma mənasını bilir. Bunlar onların da pisdir. Ona görə İmam Əhmədin oğlu Abdullah deyir ki, öz sünnə kitabında deyir ki, atam mənə dedi ki, Yahya ibn Səid el-Qattan barmağı ilə işarə edirdi və mənə göstərirdi barmaq sözünü. Və deyir, qattalayırdı, hətta gəlib axırıncı barmağa çıxır. Ki, barmaq nə deməkdir? İmam Əhmədin oğlu Abdullah ibn Əhməd deyir ki, atam mənə dedi ki, o da Yahya ibn Səid el-Qattandan. Ki, belə. Sələf, Əhməd ibn Həmbəl, onun müəllimləri barmağı biliblər də nə deməkdir? Sən deyirsən barmaq, isbə, Allah isbə, sifət isbə. Yaxşı, mən isbə bilmirəm. Ona görə biri var, mufavvidalı. Biri ilə mübahisə, münazirə edir. O münazirə etdiyi də azğındır. 2 dənə azğın bir yerdə. Çətin haqqı tapılır. O biri deyir ki ona, mən bəzən tərcümələri deyirəm. O Peyğəmbər s.ə.v hədisləri var axı, vəlləzi nəfsi Muhammedin biyedihi, vəlləzi nəfsi Muhammedin biyedihi, Muhammedin nəfsinin əlində olana and olsun. Yəni, Muhammedin nəfsi kimin əlindədir? O da Allahdır, ona and olsun. Yəni, Allahın andlardan biridir. Vəlləzi nəfsi Muhammedin biyedihi, Muhammedin nəfsinin əlində olana and olsun. Yəni, Allaha. Deyir, mən belə tərcümə etmişəm. Muhammedin nəfsinin yədində olana and olsun. Deyir, bəs türkçə tərcümə edib. Mufavviddir. Mufavvid yəni mənaya girişmir. Yox şu, Muhammedi tərcümə edirsən, nəfsi tərcümə edirsən, bini tərcümə edirsən, lalə, biyədi, əlində, yəni orada dadə, yədində. Bu nədir? Bunu geyib kimə desən gülər. Bunu geyib ağıllı bir dənə adama desən gülər. İngilis dilində get belələ, get fransız dilində belələ, get başqa bir dənə dildə belələ, sənə deyir gülərlər, dəlisəniz. Şey mi? Amma elə bilməyin, yox. Var. Onlar da adları Hənə belə cüdud, yeni həmbəllərdir. Onlar bizdə təkvirçilər də olar. Sadəcə ən maraqlı nədir? Hənə belə cüdud olan təkvirçilər Həmbəli məzhəbində olub fiqdə. Əqidədə əşariliyə
uyan alimlər var, bəzi alimlər. Onların sözlərini gətiriblər. Hansı ki, onlarda da şəfaət məsələlərində filan şirk olub. Bunlar necə o təkfir kafirdən dəli gətiriblər öz aləmin, öz məzhəblərinə getsə, lakin necə azıblar onlar. Allah. Onlar necə azıblar. Bizdə təkfirçilər indi həmbəlidirlər. Yeni həmbəli. Niyə yeni həmbəli? Biz həmişə bunu qeyd edirik qardaşlar. Niyə həmbəli? Çünki bu fikirlər var idi. Sadəcə olaraq qardaşların arasına, Əhl-i-Sünnə vəl-Cəmaə arasına, sələflər arasına bidət, dəqiq, gətirib salmaq üçün Hənəfili ilə keçmədi. Çünki Hənəfi, sən bildin ki, Hənəfi gəlib bığlı zat salmayacaq. Neynədir bu? Saqqal, əmmamə, yəni balaq, güydüm, eyni. İbn Teymiyyə yox, yəni Əbu Hanifə, Şəfi, Malik, Kəsarə və axır gördülər və sənə dedilər ki, məzhəb olmaq lazımdır. Məzhəbsiz olmaz. Bunların əsli başqadır əslində. Sən də dedin ki, yaxşı olsun, mən məzhəbə etiraz eləmirəm. Sənə də ən yaxın həmbəlidir axı. Əslində Şafi, Hənəfi aydındır, Şafi məzhəbində və Maliki məzhəbində olan alimlərdən Əşarilər kimi və ya, çünki Əşarilər iki növdür, təvil edənlər və mənanı Allaha həval edənlər. Onlar da ikidir, Əşarilər bir deyil. Var təvil edənlər, var təfvid edənlər. Məna nə deməkdir bilmirəm, deyənlər, iki cürdür. Bəziləri var ki, yox, məna burada budur, yəni yozanlar. Bu cür alimlər Maliki məzhəbində və Şafi məzhəbində say cəhətdən Həmbəli məzhəbindəkilərdən çoxdur. Lakin niyə görə Maliki adı ilə gəlmədilər, Şafi adı ilə? Xüsusən seçdilər Həmbəli, Əhməd ibn. Çünki Əhl-i-Sünnə vəl-Cəmaə çox yerdə Əhməd ibn Həmbəllə tanınır. Aydındır? Sən də dedin ki, mən Həmbəli. Oldun Həmbəli, sən Həmbəlilədir. Vizitkanı verdi. Nömrə də üstündə. Sonra sənə bir dənə konum getdin onu. Sənə dedi ki, fiqdə mütləq tabi olmaz hansısa bir dənə alimə. Səni bir alimə tabi etdirdi. Məsələn, seçdin Həmbəli alimlərindən, fiqdə bir şey. Məsələn, dəst namaz. Görürsən, göbək, əl getdi göbəkdən aşağıya. Həmbəli məzhəbində deyirlər axı. Xüsusən də o məzhəbin çox alimləri, Həmbəlilər. Getdi. Sən oldun artıq Həmbəli. Sonra sənə gəlib deyir ki, qardaş, bax, Həmbəli alimlərinə bax. Bax, Allahın sifətlərini deyiblər ki, mənası Allah bilir. Kimlərdir onlar? Onlar mütəəxirlərdir. Elə ki, Həmbəli alimlər axırları, qədimlər yox, Bərbəhəri kimi, aydındır, Muhammed Şeybəni kimi, Əhməd ibn Həmbəl kimi, öz oğlu Abdullah kimi, onlar kimi yox. Buxari kimi, Müslim kimi yox. Hansı ki, onlar da İmam Əhmədin tənbih tələbələrdirlər. Onlar kimi yox. Kimlər kimi? Onların 4 əsr sonra yaşayan İbn-i Cəvziyyə kimi və s. Gətirdilər İbn Aqil kimi. İbn Aqil, rahiməhullah, rəhmətullah, Allah rəhmət eləsin. İbn Aqil, Əhl-i-Sünnə alimlərindən sadəcə o məsələdə təfvid eləyib Allahın sifətlərini. Deyilər, bax, sən anladır tələbələr. Qardaş, nə olub? Bunlar hamısı həmbəllik budur. Sən də başladın tənbəl. Yaxşı, sonra getdin bu mərhələ. Sonra deyilər, bax, ən birinci bunlar deyən kimi İbn Teymiyyə deyib. Sonra da sənə İbn Teymiyyədən gəlir və İbn Teymiyyə kafir görürlər. Hansı ki, biz bütün sifətlər üçün sələf oxuyuruq burada. Və demişik ki, İbn Teymiyyə adını çəkməyəcəyik. Və demişik ki, İbn Teymiyyədən qabaq olacaq bütün nəqillər. İbn Teymiyədən əvvəl yaşayanlardan deyəcəyik. İbn Teymiyyədən heç bir fərqləri yoxdur. Sözdə. Aydındır, bu olanın xuttasıdır, yəni hiləsidir. Bəli, sonra Əbu Hureyra radiyallahu anh buyurur ki, demək ki, Allahın gözü var. Allah Taala'nın gözü var. Əhl-i-Sünnə vəl Cəmaə isbat eləyir. Necə İbn Ömər radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, sizə yəni fərqli deyil ki, Allah Taala kör deyil, necə Dəccal bir gözlüdür və sonra yəni sonra isə gözünə işarə elədi.
Sonra isə gözünə işarə elədi. Yəni İbn Məsud radiyallahu anh. Həmçə İbn Xuzeymə rahiməhullah gətirir ki, Allah Taala'nın iki gözü sabitdir Quran və sünnə ilə, necə İbn Məsud radiyallahu anhdan və İbn Ömərdən gələn əsərdə. Və buyurur ki, biz ispat edirik ki, Allahın iki gözü var. Necə Dəccal tək gözdür. Rəbbimiz isə tək göz deyil. Necə hədisdə gəlir, sonra işarə etdi gözlərinə. Aydındır, Əhlüsünnə və Cəmaət etiqadındandır. Və həmçinin Allah Taala'nın üzü var, üz sifəti var, üz. Allah Taala'nın üz sifəti qalsın gələnsin, çünki biraz mövzu uzundur. Allahın üzü. Allahın üzü var və özünə layiq şəkildə inşallah gələcək. Ona görə də qalsın gələn səfərə inşallah. Sonra Allahın qeyrət sifəti olacaq. Allah Taala qeyrəti var. Qeyrətlidir Allah Taala. Qeyra. Gələcək sonra çox sifətlər. Allah Taala'nın sifəti ki, bizi bundan ittiham edirlər ki, belə nə deyirsiniz Allah'a? Yəni, Allah özü deyir. Rasul özü deyir. Mən özümdən necə deyim ki, yox. Və mən necə deyim ki, olmayan şeyə var. Siz necə deyirsiniz? Allah var, məkanı yoxdur. Allah var, məkanı yoxdur. Harada var? Harada dəlil? Bir dənə dəlil. Çox demirəm. Bir dənə dəlil. Allah var, məkanı yoxdur. Heç söz yoxdur. Nə Quranda, nə sünnədə. Bunların əqidəsinin əsasıdır. Allah var, məkanı yoxdur. Əqidənin əsasının dəlili yoxdur. Ona görə Şeyx Əlbani rahimehullah Saqqaf deyilən birisi var, Əşari. Allah bilir, Əşari da onu bəyənmir, Sufi, Allah bilir nədir. Deyir ki, sən məndən soruş, Allah haradadır? Şeyx Əlbani deyir. Deyir ki, yox, mən elə sual verə bilmərəm. Deyir, yox, nə olacaq ki, ver də. Ver mənə, Allah haradadır? Deyir, Şeyx, Allah, Allah haradadır? Şeyx deyir ki, fissəmə, səmada. Rəhman ərşinə yüksəldir və ayələri deyir. Sonra Şeyx Əlbani deyir ki, necə cavab verdim sualıma? Yəni, cavabım necə idi? Deyir ki, çox gözəl sözdür, gözəl cavab verdiniz. Yəni, verdiyiniz cavab çox gözəl idi. Yəni, nə deyəcək? Ayə deyib, hədis deyib, deyəcək ki, pis cavab verdi. Deyib, indi mən səhəcərəm. Allah haradadır? Deyir ki, Allah mövcud bilə məkan. Allah mövcuddur, məkanı yoxdur. Deyib, yaxşı, sənin dəlilin nədir? O da belə sakit durur. Şeyx Əlbani rahimehullah deyir ki, denəcək, qul huvallahu, əhəd, Allah. Yəni, bir şey denəndə, yəni. Yaxşı, deyir, yaxşı, sən məndən soruşanda mən sənə cavab verdim. Sonra cavabımın səndən şeyini soruşdum. Necəliyini də, necə cavab verdim. Sən dedin ki, gözəl cavab verdin. Deyir, bəs sən özün niyə gözəl cavab vermədin ki? Yəni, madam ki, mənə cavabım gözəl cavabdır. O gözəl cavabı sən də verərdin də. Deyərdin ki, Rəhmən Araş İstəva, Əmintum mən fissəmə və fissəmə səmalı. Niyə onu? Çünki əqidə qoymur. Yoxsa o bilir, şeyx nə demək istəyir, şeyx nə deyir. Əqidə qoymur. Necə? Bəzi insanlar. Deyirsən, edir, mənim şeyxim. Hətta Buxarıda hədis yoxsa, hədis var ama mənim məzhəbimi qoymur. Belə insanlar var, yəni bunlar kordular. Kordular və yəni qəlbləri görmür onları. Gözləri görür, hədisi görür gözləri. Amma qəlbləri kordur. Və ona görə Allah Teala buyurur ki, həqiqətən də gözlər kör olmaz, amma sinələrdə olan qəlblər kör olar. Həqiqəti görməz. Allah razı olsun. Allah kömək. İnşallah gələn dərs davam edərik. Selamun aleyküm.